İngilis dilini yeni öğrenmeye başlayan insanlar üçün çətinlik yaradan bir neçə məsələ var. İndi onlardan ən çox rast gələnləri və onların izahlarını bildirməyə çalışacağım. Əgər siz də ingilis dilini öyrənmək istəyirsinizsə, amma bunu necə başlayacağınızı və sizi hansı çətinliklərin gözləyəcəyini bilmirsinizsə, onda mənə qulaq asın. İlk növbədə mən sözlərin tələffüzündə və yazılışında olan uyğunsuzluğu qeyd edə bilərəm. Bu ən çox problem yaradır. Belə sual verir tələbə ki, necə ola bilər ki, söz fərqli yazılır və tamamilə fərqli tələffüz olunur. Axı bizim dilimizdə bu belə deyil. Hər bir xalqın özünə məxsus dili, qrammatikası, adət-ənənələri və s. var. Və biz bunu olduğu kimi qəbul etməyə və sevməyə çalışmalıyıq. Ümumiyyətlə bu qayda bütün dillər üçün nəzərdə tutulsa yaxşı olar. Yəni ilk növbədə öyrənəcəyimiz dilə qarşı içimizdə böyük bir həvəs yaratmalıyıq. Məsələn, götürək through sözünü, through. Dilimizi dişimizin arasına qoyub s səsini deyirik. Bax, məhz o sözü through. Görürsünüz, tamamilə fərqli yazılır, amma 3 hərflə tələffüz olunur. 7 hərflə yazıldı, amma 3 hərflə tələffüz olundu. Bu bizim dilimizə tamamilə yad bir haldır. Daha sonra qrammatik zamanlarda böyük fərqlər var. İngilis dilində 12 əsas zaman forması var və bu zamanlar bir-birindən bəzən çox incə məqamlarla, mənalarla fərqlənir. Məsələn, ən çox problemi mən tələbələrdə nədə görürəm? İndiki bitmiş zamanla keçmiş bitmiş zamanı bir-birinə çox oxşadırlar. Hətta fərq görmürlər. Məsələn, I ate və I have və ya I have eaten-la bağlı fərqlər. I ate o deməkdir ki, mən keçmişdə yedim, artıq oldu, qutardı və nəticə göz qabağında deyil, amma I have eaten indi ilə bağlıdır. İndiki bitmiş zaman olduğu kimi, adından da göründüyü kimi indicə bitib bu hadisə və nəticə göz qabağındadır. Bəlkə orada boşqabınız qalıb, ya çörək qalıb. Yəni siz onun nəticəni hiss edib görə bilirsiniz. Amma Azərbaycan dilində belə incə məqamları göstərən bir zaman yoxdur. Daha sonra söz sırasını göstərmək olar. İngilis dilində cümlə quruluşu müəyyən qaydalara əsaslanır. Məsələn, mütləq əvvəlcə mübtəda gəlməlidir, daha sonra feil, daha sonra tamamlıq gəlməlidir. Amma Azərbaycan dilində söz sırası buna nisbətən daha sərbəstdir. Məsələn, Azərbaycan dilində o kitab oxuyur deyirik, amma ingilis dilində bu quruluş o oxuyur kitab şəklində olacaq. Və ingilis dilində qısa formalar, yəni danışıq ingiliscəsində olan qısa formalar Azərbaycan dilində bu qədər yoxdur, bu halda yoxdur. Məsələn, real həyatda insanlar çox vaxt going to əvəzinə gonna, hətta bəzən gara kimi deyirlər və ya want to əvəzinə wanna deyirlər. Yeni başlayanlar, məsələn, bu formaları dərsliklərdə heç görmürlər, eşidəndə başa düşmürlər ki, görən bu nədir? Daha sonra ingilis dilində çoxlu ifadələr və idiomlar var. O ifadələr ki, onları biz sözbəsöz tərcümə etsək, çox mənasız görünəcək. Məsələn, it's raining cats and dogs. Tərcümə eləsək belə gəlir ki, hərfi tərcümə eləsək, it pişik yağır. Hal-hazırda it pişik yağır. Yəni göydən it pişik yağır. Halbuki mənası çox şiddətli yağışın yağdığını bildirir. Bəs maraqlıdır, bu çətinlikləri necə aradan qaldıra bilərik? Növbəti videomuz məhz bu haqda olacaq.